Çempionlar Liqasında Eintracht Frankfurt üzərində qazanılan 3-2 hesablı möhtəşəm qələbə hələ stadiondan kənara çıxmamış, köhlən atların düşərgəsində partlayış effekti yaradan hadisə baş verib. Qələbənin taleyini dəyişən, azarkeşləri ayağa qaldıran futbolçu Bəhlul Mustafazadə qəfil qərarı ilə hər kəsi heyrətə salıb. Pərdə arxasında nə baş verdi? Məlumata görə oyun bitər-bitməz müdafiəçi Qarabağ FK rəhbərliyi ilə təcili görüş tələb edib. Görüşdə baş məşqçi Qurban Qurbanova açıq mesaj verilib. Mən getmək istəyirəm, vaxtım çatıb. Bu sözlər klub daxilində şok dalğası yaradıb. Çünki söhbət adi oyuncudan yox, Avropada Qarabağın sütununa çevrilmiş əsas fiqurlardan birindən gedir. İddialar daha da gərginlik yaradır. Futbolçuya xaricdən bir neçə ciddi təklif var. Məqsəd açıqdır: legioner həyatı və Avropa karyerası. Müqavilə 2027-ci ilin yayına qədərdir. Klub qərar qarşısında çətin seçimlə üz-üzədir. Unutmayaq ki, Qəbələ FK-nın yetirməsi olan Bəhlul Mustafazadə 2021-ci ildən bu yana Qarabağın ən etibarlı adlarından biri olub. Dünən qəhrəman, bugünsə mümkün ayrılıq. Futbolun amansız reallığı məhz budur. Ən böyük sual isə budur. Bu gediş Qarabağın Çempionlar Liqasındakı yolunu yarımçıq qoya bilərmi? Yoxsa klub onu saxlamaq üçün son anda hər şeyi edəcək? Söz sizdə. Sizcə Bəhlul Mustafazadə getməlidir, yoxsa Qarabağın Avropa yürüşünü sona qədər davam etdirməlidir? Fikrinizi yazın, paylaşın, müzakirəyə qoşulun. Belə son dəqiqə və şok xəbərləri qaçırmamaq üçün abunə olun.